Kaç yol hardadır? Yol harda da bura. Sabahdan. Esselamu Aleyküm ve Rahmetullah. Çox təcilli əl-ayaq sir-sifət yandı. 6 hektar torpaq sahəsi satışa çıxarmışıq. Çox təcillidir. Çox təcillidir. Deməli Balakən şəhərinin Katək kəndində 6 hektar torpaq. Ən əsası içərisində 400 dənədən çox fındıq ağacı və əlavə olaraq da bu ən balacasıdır. Bundan da böyük, çox böyük və geniş bağın ortasından bulaq keçir. Balıq gölləri eləyə bilərsiniz. Və dediyimiz kimi 6 hektarlık qarşı tərəfdə olduğuna görə biz gedə bilmirik. Ot sahəsi var, hazırda görürsünüz. Çox ucuz qiymətə. Deməli, buranın nələri var? Mən qeyd eləmək istəyirəm. Ən əsası 14 sotda tam qupçalı ehtiyarı sahəsi var. Tikinti həyata keçirə bilərsiniz. Və ən əsası olaraq sayğaclarımız mövcuddur. Qaz sayğacı mövcuddur. Tam olaraq bağın girişindədir. Və ən əsası içərisində köhnə ev var. Və ən əsası köhnə evin yanında görəcəksiniz. İşıq sayğacı var. Və bağın dört bir tərəfi də dağdan əhatə olunubdur. Düz dağın kənarındadır. Bura doğrudan da çox perspektivli yerdir. Nəyə görə? Təsərrüfat qura bilərsiniz. Afraim evlər tikə bilərsiniz. Və əsası balıq gölləri burada qurub Allahın izni ilə kiçik biznes qura bilərsiniz və ya başqa mənada işləyə bilərsiniz Allahın izni ilə. Yəni demək istəyirəm ki, Balakən şəhərinin Katək kəndində düz dağın dibində 6 hektar torpaq sahəsi satılır. Bazar qiymətindən qat-qat aşağı çox ucuz qiymətə. Demək olar ki, 2 bağın qiymətinə 6 hektar torpaq satılır. Səhifədə nömrəmiz qeyd olunub, yaza və yazan gələ bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullah.